Bismillahirrahmanirrahim. İnnel muttaqîne fî cennetin ve uyûn. Rəhman və rəhim olan uca Allahın adıyla. Salam əziz dostlar, dəyərli izləyicilər, hər birinizi Allahın salamı ilə salamlayıram. Bərəkət, məğfirət və hüzur dolu günlərdə yenidən hər birinizi xoş gördük. Bu gün də Quran-Kərimin bir işığında əsr səadətdə yaşanmış bir hadisəni sizinlə bölüşmək istəyirəm. Həzrət Peyğəmbərimizin vəfalı dostu, vəfalı səhabəsi Salman Farsinin qəlbini titrədəcək, qəlbinə qorxu salacaq bir hadisə. Hicr surəsinin şübhəsiz ki, cəhənnəm azğınlara vəd olmuş bir yerdir ayəsi nazil olduqda Salman Farsini dərin bir qorxu hissi bürüdü. Elə bil ruhu bədənindən, ağlı başından çıxdı. Tam 3 gün hər kəsdən və hər şeydən uzaqlaşaraq özünə çəkildi. Nəhayət onun bu halı dəyişmiş, sanki dünyadan qopmuş bir halda Allah Rəsulunun huzuruna gətirdilər. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm ona mərhəmətlə baxaraq onun bu halının səbəbini soruşdu. Salman titrək bir səslə: "Ey Allahın Rəsulu, cəhənnəm azğınlara vəd olunmuş bir yerdir" ayəsi nazil olduqda, and olsun səni Peyğəmbər göndərən Allaha bu ayə qəlbimi parça-parça etdi. Bu səmimi etirafdan sonra uca Allah Cəbrail vasitəsilə Peyğəmbərimizə Hicr surəsinin 45-ci ayəsini nazil etdi. Təqva sahibləri isə cənnət bağlarında və çeşmə başındadılar. Beləliklə, Salman Farsinin qəlbini yandıran qorxu ateşi Rəhman və Rəhim olan Allahın lütfu ilə cənnət çeşmələrinin sərin sularında sükunət tapdı. Əziz və dəyərli izləyicilər, bir müminin halı qorxu və ümid içərisində olmalıdır. Bir mömin hər bir halında narahat olmalıdır. Allah rızası adına etdiyi yaxşı əməllərin sonunda da görəsən etdiyim əməllərimdən Rəbbim razı qaldımı, əməllərimə hər hansı biriyə qatışdımı deyə hər bir zaman özünü hesaba çəkməlidir və heç bir zamanda Rəbbinə olan ümidini də itirməməlidir. Necə ki, böyüklərdən birinin gözəl bir sözü var. Buyurur ki, əgər cənnətə bir şəxs daxil olacaq deyilsə, onun sən olduğunu düşün və eyni zamanda cəhənnəmə də bir nəfər daxil olacaq deyildiyi zaman onun da sən olduğunu düşün. Bəli, əziz və dəyərli müsəlmanlar, qorxu və ümid, yəni bu bir müminin qanatları kimidir. Yəni mömin bu iki halın arasında daim olmalıdır. Uca Rəbbim bizləri Rəbbimizə həqiqi ümid bəsləyən və ondan həqiqi qorxan qullarından qərar versin.